Hər biriniz xoş gördük əziz şagirdlər. Bugün biz üst bucağın, xarici bucağının nisbətlərini öyrənəcəyik. Gəlin baxaq. Mən nə edirəm? C-dən Y-yə bir dənə düz xətt çəkirəm və bucağı eyni beta bucağı olan bir düz xətt çəkirəm. Burada BDC və BYC üst bucaqlarına əsasən BTB əlamətinə görə alfanın qabağındakı DC bərabərdir alfanın qabağındakı CY-yə və eyni qaydada betanın qabağındakı BD bərabərdir betanın qabağındakı BY-yə. Və buradan bir şeyi nəzərinizə çarpıtmaq istəyirəm. ACY-də BC bucağı, BC düz xətti üzr istəyirəm. Sizə nədir? Tən böləndir. Tən bölən xassəsi bunun buna olan xassəsinə əsasən CY-nin BY-yə olan nisbəti bərabərdir AC-nin AB-yə olan nisbətinə. Gəlin bunu əvəz eləyək. Baxın, şərtdə nə dedik? Dedik ki, C-yə DC-yə bərabər. C-nin yerinə yazıram DC. B-yə də nəyə bərabərdir? BD-yə bərabərdir. Yazıram BD bərabərdir. AC ilə də AB-ni olduğu kimi saxlayıram. Sadəcə bunun izah formasını verildikdə, ümumiyyətlə şərt və qaydalarda sadəcə yerləri dəyişir. Necə dəyişir? Yazır ki, BD-nin AB-yə olan nisbəti. Düşünün ki, bunlar yerini dəyişir. Bir də özləri çarpaz olur. AB-yə olan nisbəti bərabərdir DC-nin AC-yə olan nisbətinə. Hər kəsə uğurlar.